Aparat təminatı ilə bağlı ikinci 90 dəqiqəyə giririk. Kiçik bir xatırlatma eləyim sizə. Birinci 90 dəqiqədə nələri keçmişik. Ondan sonra gələk ikinciyə keçək. Deməli, bu dedik ki, magistr səviyyəsi üçündür. Çünki dövlət qulluğu səviyyəsində ardıcıllıq başqa cür gedir. Keçən dərs nə öyrəndik? Ümumi məlumat üçün təkrar deyim sizə. Demək, əvvəlcə elektron hesablama maşınlarının yaranma tarixindən danışdıq. Ondan sonra kompüterlərin önəmli təsnifatı var idi, 5 mərhələ üzrə, onları danışıldı. Daha sonra fərdi kompüter anlayışı, kompüter əsas xarakteristikaları, John von Neumann arxitekturası danışıldı. John von Neumann prinsipləri danışıldı. Sonra fərdi kompüterin 3 əsas tərkib hissəsindən sistem bloku və onun içindəki olan bölmələrdən danışdıq. Ən sonda da portlarda yekunlaşdırdıq. Bugünkü planımızı da sizin üçün elan edeyim, sonra başlayaq danışmağa. Bugünkü planımız nədir? Keçən dərsə baxanda biraz ağırdı. Deməli, burada danışılacaq keçən dərsdən yarımçıq qalan sistem blokunun içərisində olan bəzi bölmələr, ondan sonra monitor, klaviatura, daxili yaddaş nədir, xarici yaddaş nədir, onların növləri, sürətlərlə bağlı məsələ, giriş qurğuları, çıxış qurğuları və həm giriş, həm çıxış qurğuları. Yəni, ağırlıq baxımından bu dərs keçən dərsdən dəfələrlə yüngüldür. Başlayaq. Kompüterin aparat təminatı ikinci hissə. Adapterlərdən başlayırıq. Adapter deyəndə birbaşa tərif düşür qəbulda. Qurğuların adapterləri bir tezlikdən digər tezliyə siqnalların keçidini təmin edir. Sol tərəfdə 2 dənə adapter nümunəsi görə bilirsiniz. Notebookun elektrik adapteri. Nə üçündür? Şəbəkədən gələn cərəyanı, elektrik cərəyanını kompüterin istifadə edə biləcəyi hala salır. Onun aşağısında HDMI VGA adapter görürük ki, HDMI müasir texnologiyadır, yəni həm rəqəmsaldır, həm də səs görüntünü ötürə bilir. VGA yalnız görüntünü ötürə bilirdi, özü də analog şəkildə. Yeni çıxışı köhnə monitora uyğunlaşdırmaq. Belə yüzlərlə qurğu nümunəsi göstərmək olar. Bir sözlə adapter qurğular arasında uyğunluğu təmin edən və siqnalları çevirən vasitədir. Davam edirik. Video alt sistem. Kompüterin ekranında görüntü görə bilmək üçün bəzi alt elementlərdən bizim istifadə edirik. Daha doğrusu kompüter istifadə edir, sonra biz son nəticəni görürük. Yəni, kompüterin ekranında görüntünün əmələ gəlməsi üçün nələr olmalıdır? Hansı qurğular və proqramlar olmalıdır? Birinci elementi video adapteridir. Bildiyimiz video kart. Ekran kartı demək olar. Bu işi görəndir, yəni qrafik məlumatları emal eləyəndir, sonradan monitora ötürür. Monitor isə hazır məlumatları vizual şəkildə əks etdirən qurğudur. Bir də driver var. Bu isə proqramdır. Bu, video kartı proqram təminatı ilə, əməliyyat sistemi ilə əlaqələndirən xüsusi proqram təminatıdır. Və birdən qəbulda sual düşə bilər ki, bu 3 komponentdən hansı biri kompüterin qrafik imkanlarını müəyyənləşdirir, deyəcək video adapter. Düzdür, monitor da hansısa halda düzdür, amma çox vaxt cavabda monitor olmur. Olmaması lap yaxşı olar. Birdən cavabda olsa belə, o da görünür əslində, olsa belə yenə siz video adapter görün. Çünki video adapter daha çox görüntü keyfiyyətinə, belə deyək, təsir göstərir. İndi video adapterin özündən danışaq. Video adapter, video kart, ekran kart. Bu nədir? Sağ tərəfdə onun şəklini görürsünüz. Real həyatda biz onun yalnız bax bu gördüyünüz hissəsini görürük. Hansı ki, bu hissə müəyyən portlarla özünü bizə göstərir. İçəridə vəziyyət nərədədir? İçəridə olur GPU, Graphic Processing Unit, yəni qrafik emal qurğusu. Yəni görüntünü emal eləyən budur. Emal olunmuş rəqəmsal görüntü müvəqqəti olaraq video yaddaşda, VRAM dediyimiz yaddaşda saxlanılır. Ondan sonra üzərində RAMDAQ mikrosxeması var. Həmin RAMDAQ mikrosxeması video yaddaşdan alınmış rəqəmsal informasiyanı analoqa çevirir və sonra ötürür monitora. Monitor da onu göstərir. Proses bu formada icra olunur. Və biz keçən dərs danışmışdıq ki, AGP slotu ilə də video adapter ana plataya birləşdirilir.
Burada tərkib hissələrini yenidən qeyd eləmişəm. Bizim burada görmədiyimiz üstündə istilik tənzimləyicisi olur. Yəni bunun da sərinləşdiricisi olur. Xarici qurğuları qoşmaq üçün portlar olur və dediyimiz Ramdark mikrosxeması var. Davam edirik. Səs kartı, səs platası. Bu qurğunun içərisində yaddaş yoxdur. Əsas işi rəqəmsal mühitdə olan səs dalğalarını analoqa çevirmək, fiziki mühitə çevirmək və yaxud da fiziki mühitdə olanları rəqəmsal mühitə çevirməkdir. Bunun üçün də xüsusi qurğulardan istifadə edilir. Məsələn, kompüterin içində olan rəqəmsal informasiyanı, yəni səs informasiyanı çölə çıxartmaq üçün ona lazımdır səs gücləndirici məsələn. Yaxud çölün səsini içəri, onun üçün də mikrofon lazımdır. Yəni, heç bir yaddaş qurğusuna malik deyil və əsas məsələ sadəcə analog rəqəmsal səs çevrilmələrini işləyir. Ana plata üzərində ya PCI slotuna qoşulur, ya da birbaşa ana plataya birləşik gəlir ki, buna deyirlər on-board. Yəni, bu dəfə qəbulda bu mövzudan cəmi bir sual düşmüşdü və o sualın da içərisində birdən çox məlumatı bilməliydin ki, sən düzgün cavabı əldə eləyəsən. Məsələn, orada variantlardan biri belə idi ki, mülahizələrdən biri belə idi ki, səs kartı enerji, yaddaş daşıyıcısıdır. Yanlışdır, çünki içində heç bir yaddaş yoxdur. O mənada yanlış idi. Davam edirik. Növbəti qurğumuz şəbəkə adapteridir. Şəbəkə kartı, şəbəkə platası, interfeys platası kimi müxtəlif adları var. Əsas işi nədən ibarətdir? Bizə şərait yaradır ki, həm lokal şəbəkəyə qoşula bilək, həm də qlobal şəbəkəyə qoşula bilək. Və qoşulduğumuz şəbəkədə də məlumat mübadiləsi, yəni məlumatın göndərilməsi və qəbul edilməsinə imkan verir. O da səs kartı kimi ana plata üzərində PCI slotuna qoşulur. Yəni, həm giriş, həm çıxış qurğusudur. Məlumatı göndərməyə, qəbul etməyə imkan verir. Şinlər nədir? Şinlər naqillərdir. Prosesorla yaddaş qurğuları və digər qurğular arasında, ümumiyyətlə prosesorla bütün qurğular arasında əmr siqnallarının və verilənlərin ötürülməsini təmin edən naqillər yığınıdır. Bu formada da qəbula düşə bilər. Ya da 2020-ci ilin qəbul sualını yadımıza salaq. Yazılmış ki, prosesor əməli yaddaşla nə vasitəsilə əlaqə saxlayır? Cavab, şinlər vasitəsilə əlaqə saxlayır. Şinlərlə bağlı belə bir məsələ var. Əsas sistem şinləri var. Bunların qəbulda düşmə ehtimalı var. İSA-dır, ESA-dır deyə bilərsən. Extend olan ESA və PCI. Bu PCI həm şindir, həm də bilirsiniz, belə slot da var. Bunların yalnız adlarını bilmək kifayət edir. Yəni, mən aça da bilərəm sizin üçün ehtiyac deyil. Yalnız əsas sistem şinləri hansılardır, onları bilmək sizin üçün kifayət edicidir. Davam edirik. Chipsetlər nədir? Chipsetlər daxili qurğuların işini idarə edən mikrosxemlərdir. Şimal və cənub körpüsü adlandırır bunu ingilislər. Nə üçün körpü deyir? Baxın, gördüyünüz şimal körpüsü, bu da cənub körpüsü. Buna ona görə körpü deyilib ki, bu qurğunun əsas məğzi, iş prinsipi budur. Qoşulduğu qurğular arasında informasiya axınını təmin edir və sürətli axını təmin edir. Məsələn, şimal körpüsünün ətrafında olan çox sürət tələb edən qurğular var. Hansılardır bunlar? Mikroprosesor, video kart və əməli yaddaş. Şimal körpüsü bu üçünü qoşur. Cənub körpüsü isə geriyə qalan PCI ilə qoşulanları, KMOS-u və digər qurğuları özünə qoşur. Deməli, sən chipset barəsində nəyi bilməlisən? Bilməlisən ki, chipset ana platda üzərində yerləşir. Digər adı mikroprosesor dəstidir. Daxili qurğuların işini idarə edir və onlar arasında informasiya axını təmin edir. Şimal körpüsünə 3 əsas sürət tələb edən qurğu, cənub körpüsünə isə digər qurğular qoşulur. Bununla bağlı chipset, bununla bir yerdə chipsetlə bağlı olan məsələ yekunlaşır sənin üçün. Təbii ki, burada biraz real həyatdan danışası olsaq, əslinə qalsa günümüzdə bu gördüyünüz ana plata uyğun deyil. Bu Dövlət İmtahan Mərkəzinin kitabında bizə təklif olunandır. Amma real həyatda 2000 sonda, 20-dən, 21-dən, 22-dən sonraki ana platalarda görüntü biraz fərqlidir. Amma Dövlət İmtahan Mərkəzinin təsdiq elədiyi kitaba məcbur biz bağlı qalmalıyıq. Gələcəkdə kitab yenilənəndə biz də videonu mütləq yeniləyərik, materialları yeniləyək. Monitor nədir? Monitor çıxış qurğusudur, çünki həm kompüterə daxil edilən, həm də kompüterin özündən alınan mətn və qrafik informasiyanı vizual şəkildə əks etdirən qurğudur.
Monitorda görüntünün keyfiyyəti onun matrisinin tipindən asılıdır. Yəni, əsas keyfiyyət göstəricilərinin ən birincisi onun aktiv və ya pasiv matrisli olmasıdır. Aktiv və pasiv matris nədir? Deməli, birinci danışacağıq pasiv matrisdən. Deməli, kompüterin ekranında görüntünün əmələ gəlməsi üçün piksellərdən istifadə olunur. Piksel nədir? Kiçik kvadratlardır. Şəkli yaxınlaşdıranda o kvadratları görə bilirik. Pasiv matrislər köhnə texnologiyadır. Orada belə idi. Deməli, kompüterin ekranı xətlərlə işıqlanırdı. Məsələn, burada bu birinci xətt, altındakı piksellər. Sonra ikinci xətt, altındakı piksellər. Bu formada bütövlükdə monitor əmələ gəlirdi. Ona görə də lap köhnə monitorlarda görüntünün başlaması, yəni kompüter o görüntünün işə düşməsi və yaxud da sönməsi zamanı qəfildən sönmə olmurdu. Bir xətt boyunca görürdün ki, yavaş-yavaş yoxa çıxır görüntü. Çünki görüntünün əmələ gəlməsi həmin bu xəttlərin işıqlanması ilə və xəttlərin sönməsi ilə idi ki, bu da məsələn sürətli görüntülərdə yavaş reaksiya verirdi. Yəni elə olur ki, hərəkətli sürətlə hərəkət edən görüntülər olur. Onda biz görüntünün keyfiyyətini aşağı görürük. Yəni bu köhnə texnologiyadır da bir sözlə. Müasir texnologiya aktiv matrisdir və bu piksellərin hər biri üçün bir tranzistor nəzərdə tutulub və hər bir pikselin bir tranzistor tərəfindən idarə olunması aydın məsələdir ki, həm görüntünün keyfiyyətinə, həm də sürətli görüntülərdə keyfiyyətin itməməsinə gətirib çıxarda bilir. Bu məsələnin məğzi deyil, çox da o qədər də dərinə bilmək istəmirsənsə, özünü yormaq istəmirsənsə, burada yalnız iki cümləni bilmək də sənə bəs eləyir. Matrisin tipi monitorun əsas keyfiyyət göstəricilərindən birincisidir. Aktiv matrisdə görüntü keyfiyyəti yüksəkdir, müasir texnologiyadır. Passivdə isə aşağıdır, köhnə texnologiyadır. Portlar keçən dərs danışılmışdı. Yadımıza salırıq. VGA ilə DVI yalnız görüntünü ötürür. HDMI həm səs, həm görüntünü ötürür. Monitorun digər keyfiyyət göstəriciləri. Diaqonalın ölçüsü bir küncündən digər küncünə qədər olan məsafəni təyin edir. Burada söhbət əsasən gedir inçlə ölçülmədən. İnç yəni düyüm deməkdir. Bir düyüm 2,54 sm deməkdir. Məsələn 19,5 düyümlük deyirsə, onu vurursan məsələn 2,54-də alırsan santimetrlə cavabı var. Bu diaqonalla bağlı olan məsələ. Növbəti ekran pikselinin qiymətidir. Ekranda bir düyüm sahəyə, yəni eni və uzunluğu bir düyüm, 2,54-ün 2,54-də olan sahəyə düşən piksellərin sayıdır. Dedik, piksel özlüyündə nə deməkdir? Görüntünü əmələ gətirən vahiddir, balaca kvadratlardır. Bu gördüyünüz sahəyə nə qədər düşürsə, deməli ona deyirlər piksel per inch, yəni bir düymə düşən piksellərin sayı. Üçüncü keyfiyyət göstəricisi monitorun seyrəklik qabiliyyətidir. Bu dots per inchdir. Bir düyüm sahəyə düşən bu dəfə nöqtələrin sayıdır. Bu nöqtələrin sayı çox olmalıdır. Bax, gördüyünüz kimi burada bir düyüm sahəyə cəmi 72 nöqtə düşür. Burada 150 nöqtə düşür, burada 300 nöqtə düşür. Nə qədər nöqtə çox olar, o qədər görüntü keyfiyyəti yüksək olar. Dots per inch. Monitorun əks etdirmə qabiliyyəti. Bu keyfiyyət göstəricisi özündən əvvəlki göstəricilərdən asılıdır. Məsələn, matrisin tipindən də asılıdır, eyni zamanda diaqonaldan da asılıdır, ekran pikselinin qiymətindən və nəhayət seyrəklik qabiliyyətindən asılıdır. Çünki bu nə deməkdir? Monitorun əks etdirmə qabiliyyəti ekrandakı şəklin nə qədər aydın, parlaq və rəngləri düzgün göstərməsini bizə göstərir. Başqa burada keyfiyyətlər də var, bundan sonra danışacağıq. Davam edirik. Kadrların əks olunma tezliyi frame per second. Bir saniyədə ekrandan keçən kadrların sayıdır. Gördüyünüz kimi bunların sayı artdıqca görüntü keyfiyyəti də artmağa başlayır. Hertzlə də ölçülür. Əsasən ölçü vahidi hertz. Müşahidə bucağı, viewing angle. Bu nə deməkdir? Ekranın müəyyən qədər maili olmasıdır, biraz əyri olmasıdır. Bunun da səbəbi nədən ibarətdir? Müşahidəçi ekranı müxtəlif bucaqlar altında baxanda yüksək görüntü keyfiyyətinə gəlib çıxa bilsin. Məsələn, hal-hazırki televizoru görürsünüz ekranda, bir də real həyatda gördüyünüz televizor var, dərs mühitində görürsünüz. Burada məsələn, mən qıraqdan baxanda yaxşı görüntü əldə edə bilmirəm. Çünki bucağım onu mənə şərait yaratmır. Amma biraz oval olanda rahat şəkildə o küncüdə, bu küncüdə görmək olur.
Bunun da təbii ki, tam da əymək olmaz. 70 dərəcə maksimum kimi qəbul olunub. 70 dərəcədən çox əysək, onda yenə görüntü keyfiyyəti aşağı olur. Sonuncu da ekranın müdafiə dərəcəsidir. IP standartları ilə müəyyən olunur. Bu ekranın müdafiə dərəcəsi fiziki zədələnmələrə qarşı ekranın müqavimətinin ölçüsüdür. Yəni tozdur, sudur və yaxud da zərbələrdir və xarici təsirlərdir. Monitor barəsində sonuncu səhifəmiz monitorun növləridir. Monitorun birinci növü elektron şua boruludur. CRT monitor. Ondan sonra LCD maya kristallı, plazma və LED monitorlar mövcuddur. Yalnız bunların adlarını bilmək bəsdir. Yəni iş prinsiplərini bilib özünüzü boşuna yormayın. Çünki onlardan tez-tezə düşmə ehtimalı yoxdur. Və bir də diqqət edirsən, məsələn, ya CRT çıxar qabağa ya elektron şua borulu yerinə qısaldıb yazarlar EŞB. Bu səni çaşdırmasın, eynidir. Və yaxud LCD gözləyərsən, cavabda gələr maya kristallik çıxar. Belə ki, eyni şeydir, qarışdırmayaq onları. Növbəti qurğumuz klaviaturadır. Klaviatura giriş qurğularının əsasını təşkil edir və bəzi hallarda mouse əvəz elədiyi üçün deyirlər ki, əsas giriş qurğusudur. Həm verilənlərin kompüterə daxil edilməsi üçün, həm də kompüterin işinin idarə olunması üçün nəzərdə tutulan giriş qurğusudur. Klaviaturanın görüntüsünü görürsünüz burada. Qırmızı rənglə göstərdiyimiz hərf düymələridir. Burada hərfləri və yuxarıda da rəqəmləri də görə bilirsiniz. Yaşıl rəng yalnız rəqəm düymələridir. Mavi rənglə fərqləndirilib funksional düymələr F1-dən F12 kimi və sarı ilə fərqləndirilib kursoru, yəni mouse'un göstəricisini ekranda idarə edən düymələr. Bundan başqa xüsusi düymələr var. Məsələn, backspace, enter, shift, alt, control, delete bunlar haqqında da danışacağıq. İndi biz ümumi danışdıq da klaviatur haqqında. Biz düymələrə bir-bir yanaşacağıq birazdan. Bir də düymələrin sayı ilə bağlı standart klaviaturada 104-105 düymə olur çox vaxt. Portları yadımıza salaq. PS2 portu var idi, USB və COM portu var idi ki, keçən dərs bu barədə danışmışdıq. İndi düymələr haqqında. Məsələn, F1-dən F12-yə qədər funksional düymələrdir. Bu funksional düymələrin hamısını bilməyə ehtiyac yoxdur. 6 dənəsini bilsən kifayət edir. F1 düyməsi helpdir, kömək pəncərəsini açır. Məsələn, mən hal-hazırda F1 düyməsini sıxıram və PowerPoint-də nümayiş elədiyim üçün mənə nümayiş zamanı hansı köməklər lazım ola bilər, onu təklif edir. Yəni, hansı kombinasiya ilə mən nə edə bilərəm. F2 düyməsi ad dəyişmək üçündür. Məsələn, biz iş masasında hər hansı obyektin fərq etməz şəkil də ola bilər, yəni fayl ola bilər, qovluq ola bilər. Seçirik onu, klaviaturadan F2 düyməsini sıxırıq və ad dəyişmək mümkün olur bizim üçün. Təbii ki, növbəti dəstədə öyrənəcəyik ki, ad dəyişəndə də elə hər ürəyimiz istədiyimizi oraya yaza bilmirik, müəyyən şərtlər var. F3 düyməsi axtarışdır, amma axtarış biraz nisbi anlayışdır. Çünki Windows əməliyyat sistemində, bütöv sistemdə axtarış aparmaq üçün Windows düyməsi ilə S hərfini sıxmaq lazımdır. Yaxud Windows-dan Q-nü basmaq lazımdır ki, search gəlsin. Yaxud da Office proqramları içərisində axtarış üçün Ctrl-F kombinasiyasına istifadə olunur. Amma bu F3 bizə lazım olur File Explorer daxilində. Bax, bu gördüyünüz File Explorer daxilində sağ yuxarı küncdə biz axtarış aparmaq istəsək, F3 düyməsi ilə etə bilərik. Sonra F4 düyməsidir. Normalda əslində belə də bir funksiyası yoxdur. Altla işləyəndə pəncərəni bağlamaq üçündür Alt F4. Bir də Explorer daxilində F4 düyməsinin belə bir funksiyası var. F4-ü sıxanda adres bar, yəni ünvan sətri aktivləşir. Windows 11-də belə bir funksiya var. Ünvan sətrini aktivləşdirmək üçün F4 düyməsindən istifadə oluna bilir. F5 yeniləmə məqsədi ilə istifadə olunur. F12 isə save as-dir. Yəni fərqli yadda saxla deməkdir. Tutaq ki, biz sənədimizi save as bölməsinin köməkliyi ilə yaxud klaviaturadan F12 ilə adını dəyişdirmək, yerini dəyişdirmək, tipini dəyişdirmək, parolla qorumaq şərti ilə yadda saxlaya bilərik başqa bir yerdə. Davam edirik. Növbəti düymələrimiz kursoru idarə edən düymələrdir. Dedik, kursor göstəricidir. Office proqramlarında nədir kursor? Ekranda yanıb sönən xətdir. İndi gəlin ondan danışaq. Bir dənə sənəd açırıq və danışırıq.
Deyir bunun yerində bu yəqin ki açılar. Silmişdim onu. Aha. Gördüyünüz kimi belə bir sənəd var bizim əlimizdə. Bu sənəddir. Və biz ekran klaviaturasını gətiririk ki, izləyicilər də rahatlıqla başa düşsünlər məsələni. Klaviaturamız gəldi. Kursoru qoymuşuq müəyyən bir yerdə. Kursoru idarə edən birinci düymə budur. Kursoru bir simvol sola keçirir. Bir simvol sağa. Bir sətir yuxarı, bir sətir aşağı. Home, burada başlanğıc yazıb home'dur bu. Home düyməsi kursoru aid olduğu sətrin əvvəlinə aparır. End kursoru aid olduğu sətrin sonuna aparır. Burada fikir ayrılığına səbəb olan düymələr isə page up və page down düymələridir ki, tərcümə biraz bizi yanılda bilir ki, tərcümə eləsən bir səhifə yuxarı, bir səhifə aşağı deməlisən. Lakin bu belə deyil. Page up düyməsi bir ekran ölçüsü yuxarı deməkdir. Məsələn, mən burada dayanmışam, aşağıdayam da. Məsələn, mən page up düyməsini sıxanda tərcümə ilə mən əgər gətirib deyirəm ki, bir səhifə yuxarı qalxır. Amma halbuki belə olmur. Nə qədər qalxır? Bir ekran ölçüsü qədər. Yəni sənin başa düşdüyün oxuduğun qədər yuxarı qalxır. Növbəti page up, növbəti page up, növbəti page up. Hələ indi səhifənin başına çatdı. Aydındır. Növbəti dəstədə biz öyrənəcəyik ki, belə bir düymə də var. Bir səhifə yuxarı, bir səhifə aşağı. Amma bugünün söhbəti deyil. Page up düyməsi bir ekran ölçüsü yuxarı, page down kursoru bir ekran ölçüsü aşağı aparır. Yadınızda olsun. Davam edirik növbəti düymələrdən. ESC düyməsi. ESC, escape deməkdir. Xilas olmaqdır. İngilis dilində tərcüməsi də belədir. Rejimdən çıxmaq üçündür. Məsələn, PowerPoint-də nümayişi dayandırmaq üçün istifadə olunur. Sonra tab düyməsi var. Tab düyməsi kursoru bir neçə mövqe yerini dəyişmək üçündür. 8 simvol sağa doğru. Məsələn, kursoru biz yerləşdirmişik burada gördüyünüz kimi. Tab düyməsini sıxanda kursor öz yerini dəyişir və simvolları da aparır. 8 simvol sağa. Bu formada hərəkət edir. Burada bir məsələ var. Məsələn, bizi çaşdıran məqam. Məktəbdə tutaq ki, biz yazı yazanda, imla yazanda deyiblər ki, aşağı düş abzasdan yaz. Sən də belə eləmirsən. Və sənə elə gəlir ki, tab düyməsi abzas qoymaq üçündür. Yanlışdır. Tab düyməsi kursorun yerini 8 simvol sağa dəyişmək üçündür. Yaxşı, bəs abzas yaratmaq, onu növbəti dərslərimizdə öyrənəcəyik. Enter düyməsi ilədir. Enterlə yeni abzas yaratmaq. Növbəti düymə caps lockdur. Kiçik hərflərlə yazanda böyük hərflərə keçirilir, böyüklə yazanda kiçiyə keçirilir. Yəni registri dəyişdirir. Delete və backspace düymələri. Backspace düyməsi, gördüyünüz bu düymədir, kursordan sola bir simvol silir. Delete kursordan sağa bir simvol silmək üçündür. Kursorun dayandığı yerdən sağa bir simvol silmək üçündür. Və üzərində heç bir yazı yazılmayan nazik uzun düymə var. Buna da deyərik space bar. Bu da söz arası boşluq və yaxud boş yer daxil etmək üçün. Davam edirik növbəti səhifə ilə. Daha sonra bizdə klaviaturada başqa maraqlı düymələr də var. Məsələn, enter düyməsi. Mouse'un sol düyməsini bir növ əvəz eləyir, təsdiqləmək üçün nəzərdə tutulmuşdur. Print screen, ekran görüntüsünü almaq üçün. Tam ekran görüntüsünü də ala bilərsən, ekranın müəyyən bir hissəsində kəsib götürə bilərsən. Məsələn, mən düyməni sıxdım, ekran biraz solğunlaşır. Mən istəsəm tam, istəsəm müəyyən bir hissənin görüntüsünü ala bilərəm. Əgər shift ilə print screen düyməsini sıxaramsa, onda nə baş verir? Həmin o ekran görüntüsü çapa göndərilir. Və numlock. Numlock düyməsini hamı tanıyır. Klaviaturanı aktiv pasiv etmək üçündür. Əgər numlock düyməsi passivdirsə, onda rəqəm klaviaturası kursoru idarə edən düymələrə çevrilir. Məsələn, 7 home düyməsinin funksiyasını icra eləyir, 1 end düyməsinin funksiyasını icra eləyir bu şəkildə. Növbəti düyməmiz və ən önəmli düymələrimizdən biri də insertdir ki, 2 dəfə qəbula düşüb 2019-cu və 24-cü illərdən. Insert seçilmiş mövqedən etibarən simvolu əvəz etmə, daxil etmə funksiyasını icra edir. Bu nə deməkdir? Məsələn, biz yanlış bir ifadə yazırıq. Yazırıq bura famil sözünü. Səhv yazmışıq, onu kamil yazmaq lazımdır. Famili kamil eləmək üçün ağla gələn ilk versiya f-nın silinib yerinə k yazılmasıdır. Amma biz bunu əksinə edəcəyik. Yəni, fərqli yolla edəcəyik. Kursoru f hərfinin solunda yerləşdiririk.
klaviaturadan insert və yaxud da vəziyyət sətrindən insert düyməsini sıxırıq. Bu zaman overtype, yəni əvəzləmə rejimi aktivləşir. İndi mən klaviaturadan Q hərfini sıxanda F çevrilir olur Q. Gördüyünüz kimi. İndi E hərfini sıxsam A çevrilib olacaq E. Bu formada davam edəcək. Nə zaman işim bitdi, artıq bu formada davam eləmək istəməsəm, onda ya yenə klaviaturadan insert düyməsini, ya da aşağıda vəziyyət sətrindən overtype düyməsini sıxa bilərik. Beləliklə, həmin bu rejim passivləşəcək və yenə də biz qaldığımız yerdən davam eləyə biləcək. Bu da insert düyməsi və onun funksiyası. Növbəti düymələr var. Shift, Alt, Control. Bunların xüsusi özünə məxsus bir funksiyası yoxdur. Olacaq inşallah. O, yəni başqa düymələrlə, tutaq ki, biz Windows'da öyrənəcək ki, Shift-lə bir də mouse'un sol düyməsini sıxılı saxlamaqla sürükləyərsən, obyektin yerini dəyişərsən və s. Amma sırf Shift düyməsini sıxanda heç nə baş verir. Yaxşı. Bu da hazırdır. Davam edirik. İndi yaddaş. Yaddaşla davam edirik. Yaddaş nədir? Yaddaş kompüterin yadda saxlama qurğularında verilənlərin saxlanılma qabiliyyətidir, saxlanmasını təmin etmə qabiliyyətidir. Yaddaşın özünə məxsus funksiyalar var və xarakteristikalar. Yaddaşın 3 funksiyası var. Yaddaş informasiyanı qəbul eləyir, öz yadında saxlayır və başqa bir ötürücüyə göndərir. Yaddaşın funksiyanın olaraq bölmələri də 2 dənə. Daxili yaddaş və xarici yaddaş. Bu xüsusi önəmli cümlədir. Yaddaş 2 yerə bölünür. Daxili və xarici funksiyalar. Yaddaşın əsas xarakteristikası. Bir, yaddaşın həcmi. Yaddaşın həcmi çox sadə bir xarakteristikadır. Yəni, yaddaşın maksimal həddidir, içərisinə yerləşə biləcəyimiz maksimum informasiyanın miqdarıdır. Yaddaşa müraciət vaxtı diskə məlumat yazan zaman onun bizə müəyyən bir vaxtda cavab verir və biz o müəyyən müddət ərzində məlumatı oraya yaza bilərik. Həmin o müddət adlanır minimal kafi vaxt, yaddaşın müraciət vaxtı. Üçüncüsü isə diskin səthində eni və uzunluğu 1 mm olan vahid səthər yazılan informasiyanın, yəni bitlərin miqdarı. Bu xarakteristika. Daxili və xarici yaddaş var dedik. Daxili yaddaşın tərifi, daxili yaddaş informasiyanı emal etmək və yaxud emal zamanı onu yadda saxlamaq üçün. 4 daxili yaddaş enerjidən asılıdır, ikisi asılı deyil, ümumi 6-dır. Aslı olanlardan artıq ikisini biz öyrənmişik. Register yaddaş köhnə dərslərdə danışılıb, video yaddaş bugün danışıldı, VRAM dedik. Keş və RAM-dan isə növbəti slaytda danışacağıq. Keş yaddaş mikroprosesorun əməli yaddaşa və xarici yaddaş qurğularına müraciətini sürətləndirmək üçündür. Keş yaddaşın məğzi ondan ibarətdir ki, informasiyanı emal edən mikroprosesor əgər keş yaddaş olmazsa, özü əməli yaddaşa müraciət etməlidir ki, bu da keş yaddaşa nisbətən əməli yaddaşın sürətinin aşağı olması informasiyanın emalını ləngidə bilər. Keş yaddaşın 2 səviyyəsi var. Birinci mikroprosesor daxilində, ikinci səviyyə mikroprosesorla əməli yaddaşın arasındadır. Və bunların da fərqi ondan ibarətdir ki, nisbətən yüngül xarakterli hesablamalarda, məsələlərdə birinci səviyyə keş yaddaşdan, biraz ağır məsələlərdə isə ikinci səviyyədən istifadə olunur. Keş yaddaş real həyatda da bizim qarşımıza çıxır. Məsələn, hansısa bir məsələni icra edəndə kompüter işə salmışam, müəyyən bir mürəkkəb məsələni icra eləmişəm, mənə təklif olunub 5 saniyəyə. Əgər kompüteri söndürmədən eyni əməliyyatı yenidən icra eləsəm, mənə başa gələr 2 saniyəyə, 1 saniyə. Çünki keş yaddaş onu öz yadında depolayır, saxlayır. Təbii ki, növbəti dəfə kompüteri söndürüb yandıranda içindəki məlumat sıfırlandığı üçün yenə 5 saniyə bizə başa gələcək. Bir sözlə, keş yaddaş nədir sualının cavabı? Mikroprosesorun əməli yaddaşa və xarici yaddaş qurğularına müraciətini sürətləndirməkdir. Növbəti yaddaş qurğumuz əməli yaddaşdır. Bəzi ədəbiyyatlarda operativ və müvəqqəti yaddaş kimi də görə bilərsiniz. Keçən dərsdə danışmışdıq. Enerjidən asılı yaddaşlardandır. Ana plata üzərində DDR slotuna qoşulur və işi nədən ibarətdir? Aktiv proqram və verilənləri yalnız emal olunduğu müddətdə öz üzərində saxlayır.
Deməli, informasiya hansı yaddaşda emal olunur sualının cavabı registrdirsə, emal zamanı hansı yaddaşda saxlanılır cavabı artıq budur. Əməli yaddaş düzülsünəm. Bu informasiyanı emal edərkən üzərində saxlayır. Yəni, belə real həyatda da belə başa düşə bilərsiniz. Tutaq ki, mən Excel proqramını açdım, üzərində işləyirəm. Nə qədər ki, Excel-i bağlamamışam, kompüteri söndürməmişəm, o əməli yaddaş üzərindədir. Kompüteri söndürsəm, kompüter özü qəfildən sönsə, proqramı bağlasam, yenə əməli yaddaşdan silinəcək. Yalnız aktiv proqram və verilənləri emal olunduğu müddətdə öz üzərində saxlayır. Kompüter söndürüldükdə elektrik enerjisindən asılı olduğu üçün içindəki məlumat sıfırlanır. Qaydırıq yaddaşların cərgəsinə və artıq görürük ki, enerjidən asılı yaddaşlar yekunlaşıb. Asılı olmayan yaddaşlar ROM və YP-ROM. Davam eləyək. ROM nədir? ROM daimi yaddaşdır. Read Only Memory. Bu yaddaş kompüterin istehsalı zamanı hazırlanır və buraya yazılan yazılar da o zaman qeyd olunur. İstifadəçi bura məlumat yaza bilməz, istifadəçi buradan məlumat silə bilməz. Həcmi RAM-na baxanda aşağıdır, dəfələrlə kiçik olur. Və nə üçündür bu yaddaş? 1. Kompüterin düzgün işləməsi üçün lazım olan proqram və verilənləri öz üzərində saxlayır və nəzarət proqramlarını öz üzərində saxlayır. Kompüter söndürüldükdə içindəki məlumat silinmədiyi üçün çox vaxt daimi yaddaş, bəzi hallarda isə sabit yaddaş da adlandırılır. ROM-un komponentləri birinci CMOS yaxud CMOS deyə biləcəyimiz batareyadır. Bu metal oksid yarımkeçirici batareya vaxtı, tarixi, konfigurasiyanı, parolu və BIOSda olan dəyişiklikləri yadda saxlamaq üçün nəzərdə tutulub. CMOS ROM-un içərisinə daxil olduğu üçün enerjidən asılı deyil. Metal oksid yarımkeçirici batareyadır gördüyünüz kimi. Və Basic Input Output System, BIOS və yaxud BIOS deyə biləcəyimiz artıq proqramdır, yəni o qurğu deyil. Daimi yaddaşda yerləşir və kompüter işə düşəndə İlk öncə içindəki post işə düşür. Power on self test. O qurğunun aparat təminatını yoxlayır. Görün mənim mikroprosesorum emal etmək üçün hazırdırmı? Xarici yaddaşım hazırdırmı? Əməli yaddaşım hazırdırmı və s. Bu post əməliyyatıdır. Bundan sonra BIOS əməliyyat sistemini xarici yaddaşdan yükləyir əməli yaddaşa. Yəni bilavasitə BIOS nədir sualının cavabı əməliyyat sisteminin yüklənməsidir. Post isə ilkin mərhələdir. 3 dənə bir-birinə oxşar, amma fərqli anlayış var. Birincisi driverdir. Driver nədir? Driver proqramdır. Xarici qurğuların işini idarə edən proqramdır. Yəni, yeni quraşdırılmış qurğunun sistem tərəfindən tanınması üçün lazım olan proqram təminatlıdır. Amma yeni quraşdırılmış qurğunun sistemlə əlaqələndirən xüsusi çiplər də var, mikrosistemlər də var. Buna deyərik kontroller. Yəni, demək olar driverlə eyni işi icra edir, lakin o proqram deyil, mikrosistemdir. Ona görə ona kontroller deyilir. Biraz bundan qabaq chipsetdən danışdıq və dedik ki, o da mikrosistemdir, amma daxili qurğuların işini idarə edir. Görürsən, nə qədər oxşardır bunlar bir-birinə. Amma qarışdırmamaq lazım. Sonuncu daxili yaddaş qurğusu YP, yəni Erasable and Programmable ROM. Bu, adi ROM-dan fərqli olaraq yenidən proqramlaşdırıla bilən və içindəki məlumatların silinərək yenidən yazıla bildiyi ROM növüdür. Flash yaddaş adlanır, daxili yaddaşdır, elektrik enerjisindən asılı deyil, qarışdırılmamalıdır nə ilə? Flash kart və yaxud yaddaş kartı ilə. Çünki flash kart və yaxud yaddaş kartı daxili deyil, xarici yaddaşdır. Yaddaş piramidamıza baxırıq. Burada yuxarıdan aşağıya düşdüyümüz zaman bir təsmətənasib asıllıq var. Sürətimiz get-gedə azalır, həcmimiz get-gedə artır. Ən sürətli yaddaş register, ən aşağı sürətli yaddaş streamer kasetləridir. Register olmayan yerdə ən sürətli yaddaş cache yaddaş. Ondan aşağıda əməli yaddaş. Xarici yaddaşlardan da SSD ən sürətlisidir. Hard disk ondan sonra gəlir, streamer ən altda gəlir. Solda və sağda müvafiq olaraq həcmlər və işləmə sürətini qeyd eləmişəm ki, onlar da o qədər önəmli deyil. Əsas piramidanın ardıcıllığını bilmək lazım. Davam edirik. Periferiya hissəsindən danışacağıq. Periferiya hissəsində 3 bölmə var. Xarici yaddaş qurğuları, giriş-çıxış qurğuları və idarə etmə pultu. Yəni, xarici yaddaşdan başlayaq.
Daxili yaddaşa baxanda xarici yaddaşda fərqlər var. Məsələn, daxili yaddaş informasiyanı emal etmək və yaxud emal zamanı onu yadda saxlamaq üçün isə, xarici yaddaş qurğuları proqram və verilənləri uzun müddət yadda saxlayır. Daxili yaddaş qurğularının bəziləri enerjidən asılı, bəziləri asılı deyildisə, xarici yaddaş qurğularının heç biri enerjidən asılı deyil. Belə bir məsələ var. İşləmə prinsipinə görə ikiyə ilə bölünür. Ardıcıl və birbaşa mürəzzəlidir xarici yaddaş qurğular. Ardıcılın tək bir nümunəsi var, strimmerdir. Strimmer informasiyanın maqnit lenti üzərinə yazan qurğudur. Qurğunun üstün cəhəti virusa yoluxmamasıdır və həcminin böyük olmasıdırsa, sürətinin aşağı olması və kövrək olması, dövrün standartlarına uyğun gəlməməsi, texnologiyaya uyğun gəlməməsi bugün ondan istifadə olunmamasına gətirib çıxarır. Strimmer belə bir qurğudur. Birbaşa müraciətlilər isə ekranda gördüklərimizdir. Gəlmişkən nə üçün bu strimmerə ardıcıl müraciət demişik? Çünki bura məlumat yazılanda da, buradan məlumat oxunanda da həmin ardıcıllığı qorumaq məcburiyyətindəyik. O mənada ardıcıl adlanır. Birbaşa müraciətli xarici yaddaş qurğuları isə 6 dənədir. Onlar özlüyündə 3 yerə bölünür. 2 maqnit diski, hard disk və disket, yəni floppy disk. 2 optik disk, CD və DVD formatlı disklər. Bir də integral sistemlər, yəni SSD və flash kart. Maqnit diskindən informasiyanı maqnit başlığı ilə oxuyurlar, yəni oxunur. Optik disklərdən informasiya lazer şüası ilə. Yəni, sabah sual versələr ki, aşağıdakı disklərin hansı biri ilə informasiya lazer şüası ilə oxunur? Cavab ya CD olmalıdır, ya da DVD olmalıdır. Disket nədir? Floppy disk, yaxud yumuşaq maqnit disk, ya da geniş yayılan adıyla disket. Plastik materialdan hazırlanıb, məlumatların saxlanması üçün istifadə olunan elastik maqnit diskdir. Üzəri maqnit istehsal təbəqəsi ilə örtülmüş informasiya daşıyıcısıdır. Bugün nə üçün istifadə olunmur? Həcminin kiçik olması səbəbilə. 1,44 megabayt həcmə malik idi. Testlərdə çaşdırmaq üçün 1,44-ün yerinə mega yerinə kilo yazıb fikrimizi qarışdıra bilərlər. Diqqətli olursunuz. Hard disk, sərt maqnit disk, Winchester adlandırdığımız bu sol tərəfdəki qurğudur. Üzəri maqnit material təbəqəsi ilə örtülmüş alüminium lövhələrdir ki, bunlara platler deyirik. Xüsusi yazma oxuma başlığı diskə məlumatı həm yazır, həm də oradan oxuyur. Əsas xarakteristikası isə heç də onun həcmi deyil. Əsas xarakteristikası 1 dəqiqədə etdiyi dövr sayıdır. Round per minute. RPM yaxud dövr böl dəqiqədir. Təbii ki, həcmi də önəmlidir, amma sürəti üçün onun həcmi yox, dövr böl dəqiqəsi önəmlidir. Həcmi ilə bağlı testə sual düşməz, çünki müasir dövrdə terabaytlarla ölçülür, onu hansısa bir həcmlə məhdudlaşdırmaq olmaz. CD disklər, optik disklərin birincisidir, kompakt disk və yaxud sıxılmış diskdir. Tarixdə ilk dəfə musiqi üçün nəzərdə tutulub, bugünkü gündə də yenə istifadə olunur. CD disklərin 3 növü var. CD-R, recordable, yəni bura bir dəfə məlumat yazıb sonradan silmək olmur. CD-RW, dəfələrlə yazıb silmək olar. CD-ROM yenə bir dəfə yazılır, yenə silmək olur. Fərq nədən oldu? CD-R-də CD-R bu istehsalçı tərəfindən yox, yəni mən istifadəçi tərəfindən yazılır. Mən onu 30-40 qəpiyə alıram, içinə məlumat yazıram, sonra silmək olmur. Amma CD-ROM-a istehsal edən kompaniya yazır məlumatı. Yenə mən onu silə bilmirəm. Belə bir fərq var aralarında. Bir də CD diskin oxuyucusuna da CD-ROM deyilir. Məsələn, düyməni sıxırsan, o gəlir diski qoysan gedir. O da CD-ROM sayılır. Onun da adı CD-ROM-dur. Həcmi isə 700 megabayt. DVD xaricə baxanda CD-yə oxşasa da həcmcə onu üstələyir. Standart həcmi 4,7 gigabaytdır. DVD 2 cür təsnif olunur. Birinci təsnifat verilənlərin strukturuna görə, ikinci təsnifat daşıyıcı kimi. Verilənlərin strukturuna görə 3 yerə bölünür. DVD V video məlumatları saxlamaq üçündürsə, DVD D istənilən məlumatı saxlayır, DVD A isə audiodur, səs tipli məlumatları saxlayır. Daşıyıcı kimi 4 növü var. DVD plus R, minus R. Bunlar bir dəfə yazıla bilən disklərdir. DVD plus RW, minus RW. Bunlar isə sonradan yazıla bilənlərdir. Yəni silib təzədən yazmaq olar. Fərqləri ondan ibarətdir ki, plus RW-yə yeni məlumat yazında köhnə məlumatı silmək zərurəti yoxdur. Minus RW-yə yeni məlumat yazmaq üçün bütün köhnə yazını silmək zərurəti var. DVD RAM nədir? Dəfələrlə yazılıb silinə bilən
diskdir. Bu yəni plus RW ilə heç bir fərqi yoxdur demək olar ki, DVD-RAM. Bir də DVD-ROM var. Verilənləri o cümlədən istənilən tip audio, video, digər faylları diskə yazıb oxutmaq üçün lazım olan qurğudur. Deməli, bu bayaqki məsələdir. Həm DVD diskin bir növüdür, diskə məlumat istehsal zamanı yazılır, sonra silmək olmur. Həm də DVD-nin oxuyucusuna da DVD-ROM demək olar. SSD. SSD Solid State Drive yaxud Solid State diskdir. Burada state yəni statik mənasına gəlir. Burada yəni heç bir mexaniki hərəkət edən bir obyekt yoxdur. Bayaq məsələn hard diskdə var idi. Ona görə də bura məlumat mikrosxem üzərinə qeyd olunduğu üçün həm sürətli yazılır, həm də sürətli oxunur. Səssiz işləyir, sürətlidir, nisbətən xarici zərbələrə qarşı davamlıdır. Ona görə hard diskdən hər tərəfli üstündür. Bir məsələ var. Məsələn, hard diskdən üstünlüyü deyil, aşağı cəhətidir. Məsələn, hard diskdə məlumat virusa yoluxubsa, silinibsə bərpa eləmək daha asandır. SSD-də isə bu demək olar ki, mümkünsüzə qədər gəlib çıxır. Belə bir mənfi cəhəti də var hard diskdə. Qalan bütün məsələlərdə onu üstələyir. Həcmi ilə bağlı da sual düşə bilməz. Dediyim kimi, müasir dövrdə terabaytlarla ölçülür. Flash kart sonuncu xarici yaddaş qurğusudur. Flash yaddaşla qarışdırmamaq məsələsi var. Enerjiden asılı deyil. Üzərində xüsusi hamar miniatür korpusunda mikrosxemlərlə təchiz olunub ki, bu informasiyanı USB portu ilə bir yerdən başqa yerə daşımaq və uzun müddət yadda saxlamaq üçündür. Flash kart digər xarici yaddaş qurğusu olduğu üçün buradan silinən fayllar zibil qutusuna düşmür və Windows əməliyyat sistemi bu qurğunun xüsusi driverə ehtiyac duymadan tanıyır. Yaddaşlarda bu qədər. Giriş-çıxış qurğuları. Giriş qurğusu daxil etmədir, yalnız informasiyanı daxil edir. Çıxış yalnız xaric edir. Giriş-çıxış həm daxil, həm xaric etmək üçün. Biz artıq giriş qurğularından klaviaturanı danışmışıq. Mouse'la davam edirik. Mouse nə üçün girişdir? Çünki həm ekranda kursoru, yəni görüntü, o gördüyümüz oxu idarə etmək üçündür, həm də əmrləri daxil etmək üçündür. Sol düymə əsas təsdiq edici düymədir. Sağ düymə köməkçi menyu düyməsidir. Ortada deyir portları keçəndə söyləmişik. Necə ki mouse girişdir, manipulyator mouselar, yəni mouse'un əvəzediciləri də giriş qurğusu sayılır. Məsələn, notebook'un mouse'u touchpad, yaxud digitalizerin üzərinə yazdığımız qələm, əlimdə də görürsünüz dəqiqə bu qələm, pen mouse'dur. Belə bir adı da var, testdə bəlkə görərsiniz çaşmayın, stylus. Yazdım, belə yazdım. Testə qabağıma çıxa bilər, stylus. Bu da həmin o qələmin digər adıdır. Digər trackball belə bir mouse növüdür. Gördüyünüz kimi normal mouse'da mouse'u hərəkət elətdirərsən, belə bu formada. Eyni zamanda da ekranda ox hərəkət eləyir. Amma burada mouse sabit qalır, topu fırladırsan. Gördüyünüz kimi dizayn işlərində və s. istifadə olunur. Belə bir maraqlı variant. Və oyun mouse'ları. Joystick və joypad'i nümunə göstərmək olur. Bunlar da girişdir. Necə ki mouse giriş. Növbəti giriş qurğumuz digitizerdir. Bu digitizer qrafikli planşetdir. Gördüyünüz kimi indi burada da məndə də görürsünüz hal-hazırda. Bu iki cür versiyadadır. Məsələn bu kasıblar çox versiyadır məndə. Ekranı yoxdur. Ekranı olanlar isə baha olur biraz. Məsələn, müəllimə lazım da deyil onun ekranı olan versiyası. Çünki mən burada qeyd edirəm, elə ekranı görürəm. Amma dizayn işlərində belə deyil. Sən ekranı yansıdırsan qabağa, nəsə çəkirsən və o çəkdiyin görüntü çox diqqətli çəkilir və sonra kompüterin ekranına daxil edilir. Yəni birbaşa kompüterin əlaqəsi var. Qələmlə məlumatları daxil etmək məqsədi ilə olduğu üçün buna nə deyirlər? Giriş qurğusu. TV Tuner nə deməkdir? TV Tuner çöldən gələn müxtəlif formatlı televiziya verilişlərini qəbul edir və monitorda görsənməsini təmin edən giriş qurğusudur. Bunu bağladıqsa öz personal kompüter və antenanın ucunu gətirib bağlayırsan bura. Və beləliklə sənin kompüterinin ekranı olur bir televizor. Yəni, belə bir maraqlı qurğudur. MIDI klaviatura nə üçün giriş qurğusudur? Çünki musiqi bəstələmək üçündür və notları daxil etmək sürəti ilə olur bu iş. Növbəti mikrofon və kamera. Mikrofon nə üçün girişdir? Çünki mikrofon səs dalğalarını qəbul edir, ondan sonra onu elektrik siqnalına çevirir, kompüterə daxil edir. Çöldən baxanda belə məsələn vizual bir görüntü verir ki, güya çıxış qurğusudur.
Amma mikrofondan səs çıxdığını heç kəs indiyə qədər görməyib. Səsin çıxdığı haradır? Səs gücləndiricidir. Mikrofon isə giriş qurğusudur. Növbəti web kameradır. Video və ya şəklin kompüterə daxil edilməsini təmin edir. Gördüyünüz kimi bu skanerdən sonra bir dəfə qəbula belə bir sual düşmüşdü. Skaner xaricində kompüterə görüntü daxil edən qurğu hansıdır? Web kameradır. Bunu da çölə baxması biraz səni çaşdıra bilər. Amma girişdir. Çölə baxması səndən görüntü ala bilməz. Sonuncu giriş qurğumuz skanerdir. Skaner kağız üzərində olan informasiyanın nə olmasından asılı olmayaraq onu şəkil formatında kompüterə daxil eləyir. Aktiv imkanları DPI ilə müəyyən olunur, yəni bir düymə düşən nöqtələrin sayı ilə. Skan olunmuş faylın genişlənməsi PCX və yaxud da TIFF ola bilər. Portlar isə USB ilə LPT-dir. İş prinsipinə görə skanerlər iki yerə bölünür. Əllə işləyən və stol üstü. Əllə işləyən post terminal və barkod oxuyucu, stol üstü isə flatbed, sheetfed, overhead. İndi tanış olaq, görək flatbed nə deməkdir? Flatbed skaneri, biz real həyatda çox görmüşük bu skaneri. İndi video rolikdə də siz məsələni özünüz görəcəksiniz. Kağız təsvir skanerin şüşə lövhəsinin üzərinə qoyulur. Qapağı bağlana da bilər, açıq da saxlana bilər. Düymə sıxılır və həmin o görüntü kompüterin ekranında əks olunur. Qiyməti digərlərindən baha və digərlərindən ağıllıdır. Dırnaqarası ağıllı deməyimizin səbəbi 3 dənə məsələdir. 1. Görüntünün keyfiyyətini tənzimləyə bilir. Yüksək keyfiyyətli skan eləyə bilir. İkinci. Üçüncü. Mətni tanımaq funksiyası var. Yəni görüntüdən mətni çıxardıb onu yazıya çevirə bilir. Növbəti skanerimiz sheetfeddir. Əsasən ofis mühitlərində istifadə olunur. Yenə siz videonu görürsünüz hal-hazırda. Ofislərdə çox səhifəli sənədlərin tez rəqəmsallaşdırılması üçündür. Sənədlər bura yerləşir və vərəq-vərəq içərisinə dartılaraq skan olunur və içəridə skaner var. Sensordan keçəndə həmin görüntü sürətli bir şəkildə kompüterin ekranına daxil edilir. Çoxlu sənədləri ardıcıl skan eləmək üçün. Mənfi cəhəti odur ki, yalnız nazik və düz vərəqlərlə işləyə bilir. Qalın sənədləri və cildlənmiş məlumatları skan edə bilməz. Sonuncu skanerimiz isə overhead skaneridir. Bu tərcümədə başı üzərindən deməkdir. Burada proses necə gedir? Deməli, təsvir skanerin altına qoyulur və qurğu onu yuxarıdan aşağıya doğru çəkməyə başlayır və çəkəndən sonra o görüntünü bizə təklif eləyir. Kitabxanalarda, arxivlərdə, tədris müəssisələrində kitab və qalın sənədləri zədələmədən skan etmək üçün lazım olan qurğudur. Gördüyünüz kimi proses bu formada gedir və sonunda ekranda siz onun məhsulunu görə bilirsiniz. Beləliklə giriş qurğuları yekunlaşır, davam edirik çıxış qurğuları ilə. Çıxış qurğularından da monitor artıq danışılıb, printerlə davam edirik. Printer nədir? Verilən məlumatı çap etmək üçün nəzərdə tutulmuş çıxış qurğusudur. Portlar məlumdur. İş prinsipinə görə iki yerə bölünür. Zərbli, yəni köhnə texnologiya, zərbsiz, yəni müasir texnologiya. İndi gəlin onlarla əyani tanış olaq. Literli printer Daisy Well iş prinsipidir. Daisy burada çoban yastığı deməkdir, Well təkər deməkdir. Gördüyünüz bu arxasında hərflərin qəlibini daşıyan təkər və bu da çəkicdir. İş zamanı çəkic zərbə ilə toxunur bu təkərə, təkər toxunur kağıza və görüntü əldə olunur. Əsas ifadəmiz isə çəkic vasitəsilə zərbə prinsipidir. Hal-hazırda siz onu görə bilirsiniz. İş prinsipi. Bu formada işləyir. Növbəti isə matrisli printerdir. Dot matrix prinsipi ilə işləyir. 9, 18, 24 iynəli başlıq var. Yəni, bayaqki printerdə bir hərfi, məsələn, A hərfini icra eləmək üçün bir dəfə zərbə dəyməli idisə, nəticə əldə olunmalı idisə, bu dəfə A hərfini iynələrin batırılması ilə əldə edirik. Yəni, bu dəfə bizim A hərfimiz nöqtələrdən təşkil olunmuş bir görüntü olur. Bu formada iş prinsipində görə bilərsiniz. Bu formada işləyir. İş prinsipində dot matrix yeri gəlmişəm. Dotda nöqtə deməkdir ingilisçəsindən. Bu da məlumunuzdur. Keçdik zərbsiz versiyalara.
Zərbsiz versiyaların ən birincisi budur, lazerli. Ən sürətli və ən keyfiyyətli çap. Klassik printerlərdən fərqli olaraq bu printerdə kartricdə rəngdən fərqli olaraq toz var. Toner təchizatı deyirlər buna. Bu toz hissəcikləri proses icrasında vərəqin üzərinə hopdurulur. Proses necə gedir? İndi videonu da qoyum, arxa planda geçsin, elə danışdıqca siz onu izləyin, sizin üçün rahat olsun. Yuxarıda məlumatın o lazeri fotohəssas barabanın üzərinə elektrostatik yüklərlə yükləyir məlumatı. Özü də barabanın yaşıl rəngdə olması, düşünürəm ki, siz bilirsiniz onu. Yaşıl rəng digər rəngləri budur axı, ona görə yaşıl rəngdə qoyublar onu. Və həmin məlumat ki, barabanın üzərinə işlənir, baraban sonraki mərhələdə qızdırılmış vərəq boyunca diyirlənərək görüntünü həkk edir onun üzərinə. Burada da toz hissəcikləri hopdurulur vərəqin üzərinə və görüntü icra olunur. Buna deyərlər elektrostatik prinsip. Elektrostatik prinsip və bəzən də elektroqrafik printer adlanır. Ən sürətli və ən keyfiyyətli çap, bax bu gördüyümüz printer. Bu şəkildə. Davam edirik şırnaqlı printerlə. Şırnaqlı printer maye mürəkkəblidir. Bunu real həyatda da çox görmüşük. Mürəkkəb mayəsini püskürdən xüsusi mikropüskürücü çap başlıqları ilə təchiz olunub. İçərisində kartricində maye mürəkkəb var və mürəkkəb buxara çevrilənədək içəridə çalxalanır və kağızın üzərindən keçdiyi zaman anında çox kiçik mikropüskürücü başlıqlar həmin o simvolları püskürdür vərəqin üzərinə. Görüntü də əldə olunur. İndi mən sizə bir balaca videonu qabağa çəkim. Gördüyünüz kimi bu yavaşladılmış bir görüntüdür. Çox sürətli bir şəkildə işləyir və görüntünü bizə təklif edir. Və hal-hazırda işin sonunu artıq görə bilirsiniz. Maye mürəkkəbli və əsasən də rəngli sənədlərin çapında istifadə olunur şırnaqlı printer. İş prinsipi inkjet. Ink yəni çernil demək. Növbəti printerimiz isə termiki printerdir. Termiki printer bəzən termal printer də adlanır. Barkod, kassa çeki və etiket çapında istifadə olunur. İçərisindəki kağız xüsusi termohəssas kağızdır. Üzərində tez qızan kiçik nöqtələr var. Sürətli bir şəkildə həmin nöqtələr qızdırılır və görüntü üzərinə həkk olunur. Sonra da soyudulur və bizə təklif olunur. Bunlar çox qısa müddətdə baş verir. Bunlar qısa müddətdə baş verir və bu kağızlar da uzun müddətli istifadə üçün nəzərdə tutulmayıb. 15 gün, 10 gün, 1 ay maksimum istifadə edirsən, sonra görürsən ki, ətraf mühitlə təsirə görə rəngi də solmağa başlayır. Printerlərlə sonuncu məqam printerin əsas xarakteristikasıdır. Printerin işləmə qabiliyyəti, rəng imkanları, əməliyyat prinsipi, qrafik imkanları olması, çap sürəti, çap keyfiyyəti, qiyməti. Məsələn, lazer printerin çap sürəti deyəndə söhbət gedir 1 dəqiqədə çap etdiyi səhifələrin sayından. Amma məsələn, literli printerin əgər sual versələr ki, çap sürəti nə deməkdir? 1 saniyədə çap etdiyi, qeyd etdiyi simvolların sayı deməkdir. Belə bir maraqlı məqam da var. Printerin çap edə bilməyəcəyi böyük ölçülü kağızları isə plotter çap eləyir. Plotter qrafik informasiyanı böyük həcmli kağız daşıyıcılar üzərində yüksək dəqiqlik ilə çap edən qurğudur. Lap böyük kağızlar üçün, yəni A0, A1 kağızlar üçün barabanlı versiyasından, nisbətən kağız kiçik olarsa planşetli formadan istifadə olunur. Reklam lövhələrini və s. plotterdə çap edilir. Böyük printer demək edir. Növbəti çıxış qurğuları proyektordur. Kompüterdə olan məlumatı böyük ölçüdə göstərmək üçündür. Bu da portları. Səs ucaldan və qulaqlıqlar, bunlar da çıxış qurğuları. Və nəhayət, son 2 səhifəmiz qaldı, giriş çıxış qurğuları. Giriş çıxış qurğuları həm daxil, həm xaric edir informasiyanı. Məsələn, bunların birincisi modemdir. Modem bir sistem daxilində 2 qurğu arasında məlumatı göndərmək və qəbul etmək zamanı çevrilməni təmin edir. Məsələn, 2 kompüter bir-birinə telefon xətti vasitəsilə məlumat göndərmək istəyir. Bu zaman məlumatı göndərəndə problem yaşayırıq. Çünki telefon analog siqnallarla işləyir, kompüter rəqəmsal siqnallarla işləyir. Bunlar arasında əgər əlaqə olmazsa, məlumatın ötürülməsi mümkün olmaz. Bu gördüyünüz kimi telefon düzgün işləyə bilmir, başa düşmür onu və yaxud da telefon məlumat daxil edəndə də kompüter anlaya bilmir. Ona görə də bu analog və rəqəmsal siqnalları bir-birinə çevirmək üçün
xüsusi qurğuya ehtiyacımız var, modem. Modem bir tərəfdən rəqəmsal siqnalları analoqa çevirir, buna deyirlər modulyasiya. Bir tərəfdən də analog siqnalları rəqəmsala çevirir, buna deyirlər demodulyasiya. Bu zaman modemin köməyi ilə bir sistemdən digərinə problemsiz şəkildə məlumat ötürülür və qəbul edilir. Ona görə biz buna deyirik nə? Həm giriş, həm də çıxış qurğusu. Və əsas xarakteristikası da 1 saniyədə keçən bit sayı, yəni ötürülən bit sayı. Növbəti qurğumuz faksdır. Faks aparatı sənədləri telefon xətti vasitəsilə uzaq məsafəyə göndərməyə və qəbul etməyə imkan verən ofis cihazıdır. Burada da bir video görürsünüz hal-hazırda. Məsələn, Avropa regionunda olan bir şəxs evindən faks aparatının köməkliyi ilə kağızda olan şəkilləri göndərmək istəyir Amerika regionuna. Qurğu kağızdakı mətn və şəkili skan edib elektron siqnallara çevirir və telefon xətti ilə digər faks aparatına ötürür. Qəbul zamanı da digər qarşı tərəfdən siqnallar qəbul olunur və kağız üzərinə çap olunur. Bax görürsünüz ki, bu çıxdı buradan. Sonra növbəti mərhələdə məlumat ötürülür. Bu indi faks telefon xəttinə ötürdüyü üçün bu qədər rahat, tez, sürətli olmur da. Bu dəqiqə sən WhatsApp-da kiminsə salam yazsan, saniyələr ərzində çatır. Bu belə deyil, biraz vaxt da gedir. Görüntü keyfiyyəti də o qədər keyfiyyətli deyil. Bax gördüyünüz kimi Amerika regionunda evində oturan bir adam faksla belə bir məlumat qəbul edə bilir. Bir zamanlar ən yüksək texnologiya bu olur. Hal-hazırda hərbidə yenə istifadə olunur, məxfiliyin qorunması məqsədi ilə. Sonuncu səhifəmiz touchscreen monitor. Adi monitor nə qurğusudur? Yalnız çıxış qurğusu. Sensor monitor həm də çöldən məlumatı toxunuşu qəbul edə bildiyi üçün həm giriş, həm çıxışdır. Şəbəkə kartı məlumat mübadiləsinə şərait yaratdığı üçün giriş-çıxışdır. Səs kartı çölün səsini kompüterə içərini səsi çıxarda bildiyi üçün həm giriş, həm çıxışdır. Səs qarnituru da həm giriş, həm çıxışdır, çünki həm bunun səs qulaq asmaq üçün aparatı var, yəni səs gücləndiricisi var, həm də mikrofonu var. Və son olaraq disk sürücüsü, DVD-ROM həm giriş, həm çıxışdır. Çünki o həm diskin üstündə məlumatı yaza bilir, həm də öncədən diskə yazılan məlumatı oxuya bilir. Sonuncu səhifədə isə dostlar, görürsünüz, sizin üçün belə bir şərait yaradılıb ki, kompüterin, mikroprosesorun, monitorun və printerin xarakteristikalarını qarışdırmamaq üçün bu tipli kömək ala bilərsiniz. Beləliklə, dərsimiz burada yekunlaşır.